Aleykümselam və rahmetullah. Qardaş soruşur ki, hər hansısa bir yerdə olduğum zaman əgər yer çeşlidirsə, paltarı yerə sərib onun üzərində namaz qılmaq olarmı? Qardaşlar, insanın namaz qılması üçün namazdan öncə bir neçə şərtlər vardır ki, insan ona əməl etməlidir. O şərtlərdən ən başlıcalarından biri də qardaşlar, insanın bədəninin, paltarının və həmçinin namaz qıldığı yerin təmiz olmasıdır. Nəcis və nəcasət sayılacaq şeylərdən namazın qılınmasına mane olacaq şeylərdən təmizlənməsidir qardaşlar. Əgər insan hər hansısa bir yerdə namaz qılmaq istəyirsə və o yer təmizdirsə və heç bir nəcis və nəcasət olan bir yer deyilsə, orada namaz qıla bilər. Yox, yer tozludursa və ya hər hansısa bir nəcis olmayan bir maniyə varsa, insanın öz paltarından olan hər hansısa bir şeylə sərib onun üzərində namaz qılmasında heç bir maniyə yoxdur qardaşlar. Heç bir maniyə yoxdur və bu icazəlidir həmin kəsə o şəkildə namaz qılması. Və bəzilərinin deməsi ki, tikili və ya toxunmuş şeylərin üzərində namaz qılmaq olmaz, bu fikir batildir və buna və qadağan olmasına heç bir dəlil də yoxdur qardaşlar. İnsan hər hansısa bir geyim paltarını yerə sərərək onun üzərində namaz qıla bilər və buna heç bir maniyə də yoxdur əgər qadağan olmuş şeylərdən xali və təmiz olarsa. Allah daha gözəl bilir.